boğazımızdakı yumruq Azərbaycan hakimiyyətinin bizim boğazımıza düyümlənən yumruğudur və Azərbaycan müxalifət iqtidarda heç nə olmamış kimi bugün gəlib başqasının müstəqilliyini bayram edir. Yəni biz nümayiş elətdirmək istəyirik ki, bizim bayram ediləsi heç bir şeyimiz yoxdur. Söyüdlü kəndində, Gədəbəydə insanların səsi boğulur, işgəncə görürlər. Bunu çəkən jurnalistlər işgəncə görür, aktivistlər həbs olunur və biz buna öz etirazımızı sivil şəkildə bildirməyə gəlmişik. Heç bir deputat bu haqda danışmır, heç bir nazir bu haqda bəyanat vermir. Onlar bununla bağlı bir narahatlıq ifadə eləmirlər. Bu biraz çox açılacaqlıdır ki, deməli bunların tədbirə gəlməyə vaxtı var, nəyisə etməyə vaxtı var, amma öz ölkələrinlə bağlı bəyanat verməyə vaxtları yoxdur. Azadlıqları müdafiə edir, okey? Bu da bizim azadlığımızdır ki, biz Amerikanın müstəqillik günündə deyirik ki, o gün olsun biz də azad olaq və biz bu sivil, bütün Amerikanın dəstəklədiyi azadlıqdan istifadə edərək özümüz də bəyan edirik. Yəni burada sabotaj etməyə gəlmir. Bəyanımız var. Siz ABŞ səfirliyinə hər hansı bir bəyanımız yoxdur. Və bu bədənə fakat deyil. Mənim sahilim çatır, bizim təhlükəsizlik xidmətinin rəisi var. O saatlərdə alır. Biz sivil